Dünyada əhalinin sayı artdıqca şirin su ehtiyatlarına da tələbat artmaqdadır və bəzi yerlərdə bu ehtiyatlar sürətlə tükənir. Misal üçün, qonşumuz İranda son illərdə Urmiya gölü tamamilə quruyubdur və İranda su qıtlığı çox pik bir səviyyəyə gəlib. O səviyyəyə çatıb ki, prezident səviyyəsində belə artıq əhaliyə su qıtlığı barədə siqnallar verilməyə başlayıb. Lakin bu təkcə İranda baş verən proses deyil. Amerika xaric, həmçinin Amerikanın qitəsində olan bəzi ölkələr xaric, xüsusən də Avrasiya və Afrikada olan ölkələrdə xüsusi su qıtlığının yaranması artıq başlayıb və gələcəkdə də davam edəcəyi, daha dəhşətli bir forma alacağı gözlənilir. Misal üçün, Amerika Birləşmiş Ştatlarının su ehtiyatları yetərincədir. Yəni dünyada ən bol yerlərdən biridir. Həmçinin Braziliya və digər ölkələrə baxsaz, burada da su ehtiyatları yetərincədir. Avropada da vəziyyət pis deyil, amma Avrasiya, xüsusən də Şərqi Avropa və Avrasiya regionunda və Afrika regionunda bu məsələdə problemlər meydana gəlir. Və bu problemlərin əsas səbəbi əhali artımından, əhalinin sürətli artımından yaranır. Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda Cənubi Qafqazda ən çox su ehtiyatlarının olduğu yer Talış regionudur. Talış dağları və ətrafında Cənubi Qafqazın ən böyük şirin su yataqları var. Yəni bu yataqlar söhbət ondan getmir ki, bu şirin su başqa bir yerdən gəlir. Misal üçün, Kür çayı başqa bir yerdən gəlir. Yəni Türkiyə və digər ölkələrə keçərək gəlir və öz yatağını başqa ərazidən götürür. Amma Talış dağları və ətrafında olan su hövzələri, şirin su hövzələri sırf Talış dağlarının özünə məxsusdur və başlanğıcını da elə Talışdan götürür əksər olaraq. Və bura aiddir həm şirin su hövzə yataqları, həm də burada çoxlu mineral su yataqları da mövcuddur. Bu da gələcəkdə Talış regionunu iqtisadi cəhətdən cəlbedici bir yerə çevirir. Nəyə görə? Çünki su qiymətləri gələcəkdə neft qiymətlərini tamamilə aşıb keçəcək. Bu bir iqtisadi gözləntidir və indikinin 20-30 qatı dəyərində olacağı gözlənilir. Yəni indi suyu misal üçün 20 qəpiyə ala bilirsinizsə, bu gələcəkdə 20-30 dəfə, bəlkə daha çox arta bilər. Və Azərbaycanda da Aran regionu və digər regionlarda su qıtlığı yaşana bilər. Bu qıtlıqdan canı qurtaran təkcə yer Talış rayonlarıdır. Və bu məsələlər Azərbaycan cəmiyyətində müzakirə olunmur, Talış cəmiyyətində müzakirə olunmur. Amma Azərbaycan hakimiyyətində olan, Azərbaycanda Yeraz Naxçıvan qruplaşmasında olan bir çox şəxslər bu məsələdən xəbərdardır və son illərdə Talış regionunda daha çox yerlər almağa çalışırlar, daha çox torpaq sahəsi ələ keçirməyə çalışırlar. Qəsdən işsizlik yaradırlar ki, əhali oradan çıxsın və qiymətlər ucuzlaşsın, torpaqları ələ keçirməyi daha asan olsun. Mənim məqsədim bundan ibarətdir ki, Talışda yaşayan insanlara bunu dönə-dönə bildirim ki, oradakı nə torpaqlarını satsınlar, nə də ki, gələcəyə doğru neqativ rəyləri olsun. Çünki Talış regionu həm su ehtiyatları, çünki gələcəkdə su ehtiyatları çox önəmli olacaq. Bu bəlkə də adi bir sudur deyə ağlınıza gəlir, amma gələcəkdə su ehtiyatları çox vacib bir amilə çevriləcək. Neftdən daha önəmli bir amilə çevriləcək. Çünki neft insan həyatı üçün, insan yaşamı üçün birinci dərəcəli bir ehtiyat deyil və onun alternativləri də çoxdur. Amma suyun alternativi yoxdur və bu insanın yaşaması üçün ən vacib elementdir. Təbiətdə tapılan ən vacib elementdir. Həmçinin Talış zonasının, Talış regionunun digər üstün cəhəti də turizm cəhətdən əlverişli olmasıdır. Bu barədə ayrıca danışacağam mən.
Buna görə də talışlar həvəsdən düşməli deyil. Yəni onlar daha çox bu iqtisadi perspektivləri yararlanmaq haqqında düşünməlidir. Çətindir, başa düşürəm. Azərbaycanda ticarət qurmaq, Azərbaycanda biznes qurmaq, nəyisə məhsul istehsal etmək çətindir, amma mümkünsüz də deyil. Bu Talış regionuna böyük pullar qazandıra biləcək iki sahədir. Həm su, şirin su ehtiyatları, həm də turizm. Və Talışlar bundan yetərincə yararlanmalıdır. Bu potensialından öz iqtisadiyyatını inkişaf elətdirmək, daha da irəli getmək üçün yararlanmalıdır. Və qətiyyən həvəsdən düşərək bu torpaqları satmaq, başqa yerdə işləmək istəyirlərsə, bu torpaqları yenə də öz adlarına saxlaya bilərlər və qətiyyən bu yerlərdən aralanmalı deyillər. Xüsusən də bu şirin su hövzələrinə yaxın ərazilərdən söhbət gedir. Çünki yaxın gələcəkdə Yeraz və Naxçıvanlıların bu sahələri ələ keçirmək planları var və biz buna imkan verməməliyik. Hər nə olursa olsun buna imkan verilməməlidir. Talışların təbii sərvətləri ancaq onların inkişafı üçün rol oynamalıdır.